Arif kişi 75 yaşı var. Maşallah olsun. Ana bölgədə ağrılar, qəbizli ishal şikayəti ilə növbələşmə bizə müraciət elədi. İlk dəfədir yəni bu şikayətlər yaranıb, maşallah olsun. Bölgələrimizdə dağ hissədə yaşayır. Sağlam həyat qurub, sağlam həyatını qidalanır. Kolonoskopik müayinə görürsünüz, narkozsuz aparıb. Ağrın yoxdur ki. Yaxşısan, şükürlər olsun. İndiyə kimi heç bir müayinədən keçməyib. Kolonoskopik müayinədə ciddi bir şey tapmadım. Təbii ki, yaşa bağlı bağırsağın ümumi dəyişiklikləri var. Tonusdan qismən düşmə, spastik kolit əlamətləri. Amma ana bölgədə daxili düyünlərin böyüməsi və altı istiqamətində çatı var. Kişidə yaranmış problemlər budur. Yəni, efikasiya haqqından sonra ağrıların olmasıdır. Təbii ki, son zamanlar deyir, artıq oturaq həyata keçmişəm. Bundan bağlı ola bilər, bəli, anal çatlar da yaranır. Ciddi bir problem deyil, müalicəsini verərik inşallah. Hamıya belə sağlam həyat arzulayıram, belə sağlam qidalanmaq arzulayıram. Yəni, bağırsaq birbaşa həyat fəaliyyətinə və qidaya bağlı olan orqan. Allah şəfanı versin kişi. HCC Clinical Hospital, sağlamlığınızı bizə etibar edin.